2 ay əvvəl Ağdaşda itkin düşən diş həkiminin ailə üzvlərinin şübhələri ilə bağlı təsdiqini tapan məqamlar. Bu dedi ki, mənidir, amma biz yenə də onun üstündə dayanmışdıq. Borcu qaytarmaq əvəzinə xüsusi amansızlıqla törədilən qətl. Sorusu attım boğazına, 15-20 saniyə Recəvəri qətlə yetirdi. İnanılmaz faktlar isti izlərdə. İzinizi itirməyin. Balta, odlu silah və bıçaq. Qarşıdakı reportajlarda hər üç vasitə ilə qəsdən sağlamlığa ağır zərər vurmadan söhbət açılacaq. Bu cinayətlər zamanı xəsarət alanlara həyata qaytarmaq mümkün olsa da, Şəmkirdə törədilən cinayət faktı bir nəfərin həyatına son qoyub. Abşeron polisi isə bir neçə il əvvəl qətl törətdiyi üçün axtarışda olan şəxsi yaxalamağa müvəffəq olub. Yasamal rayonunda dəhşətli hadisə baş verib. Rayonun Hakim Abbasov küçəsində baş verən hadisə zamanı 26 yaşlı Lənkəran şəhər sakini Taleh Bağırov tanışı Gürcüstan vətəndaşı Əlləz İsmailova bir neçə balta zərbəsi endirib. Yaralı dərhal bir saylıq şəhər xəstəxanasına çatdırılıb. Daxil olarkən xəstə çox ağır vəziyyətdə idi. Qısa müddətdə diaqnozu qoyulub, kompüter tomoqrafi müayinəsindən keçirilib. Xəstədə deməli sol təpə ənsə sümüklərinin çox qəlpəli kompression sınıqları, baş beynin ağır dərəcədə əzilməsi, sol köndələn sinusun cırılması təyin olunub. Hadisəni törətdikdən sonra Taleh Bağırov könüllü polisə təslim olub. İfadəsi zamanı o bildirib ki, Əlləzlə uzun müddətdir ki, bir yerdə gül satırlar. Bir neçə gün bundan qabaq Əlləzlə ambar kimi istifadə etdikləri yerdə görüşüblər. Gül sifarişi gəldiyindən Taleh tələsik obyektdən çıxıb və mobil telefonu stolun üstündə qalıb. Əlləz isə həmin telefonu götürərək nömrə kitabçasından Talehin həyat yoldaşının mobil nömrəsini götürüb. Daha sonra Talehin həyat yoldaşına zəng edərək münasibət qurmaq istəyib və bu barədə ərinə deməməsini bərk-bərk tapşırıb. Ailəm başladı bunların hamısını danışmağa, necə olur, mənə zəng edib nə demədi və mən də onu söyüb yad elədim. Əlləz gəldi, buna heç nə demədim də. Dedim ki, görüm ki, yəni ki, bu insan özünü mənə nəysə açıb danışacaq. Gördüm, yox, mənə heç nə danışmır. Bir neçə gün Əlləz İsmailovun ona hər şeyi açıb deməsini gözləyən Talehin ayın 9-unda artıq səbir kasası dolub. 9-unda dedim ki, yüksədə, yəni ki, bu adam mənə yəni, heç nə demir. Orada ona elə bir söz işlətdim ki, yəni ki, kimə qardaş deyirsən, qardaş deyir, qardaş arvaddan yəni ki, mənəsindən də bir söz işlətdim ona. Gördüm bu insan sıxıldı. Bu sıxılanda güdə qoymadım ona ağzı açma. Elə promoy bir dənə zərbə onun boynunun baş arxan layihəsinə vurdum. 3 dənə dəsi başına vurdum. Faktla bağlı Yasamal rayon polis idarəsində cinayət işi açılıb, araşdırmalar davam edir. Masallıda bir ailənin 2 üzvü evindəcə güllələndi. Hadisə Masallının Təklə kəndində qeydə alınıb. Kənd sakini Etibar Rızayev ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən qonşuluqda yaşayan qaynatası 49 yaşlı Novruz İbayevə atəş açaraq öldürməyə cəhd edib. Hadisə zamanı Etibar Rızayev ona mane olmağa çalışan qaynı İbrahim Yusifliyə də ov tüfənginin qundağı ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Baş verən hadisənin ailədaxili münaqişə zəminində törədildiyi deyilir. Belə ki, bir il öncə Novruz İbayevin qızı ilə evlənən Etibar Rızayev həyat yoldaşına qarşı zorakılıq törətdiyindən ailələr arasında mübahisə yaranıb və gəlin atası evinə geri dönüb. Etibar Rızayev və valideynləri dəfələrlə gəlinin dalınca gəlsələr də onu geriyə dönməyə razı sala bilməyiblər. Bütün bunlara son qoymaq məqsədi ilə İbayevlərin evinə gələn Etibar Rızayev silahı əl atıb. Olay yerində xəsarət alan İbrahim Yusifli isə həmin hadisəni belə xatırlayır. Oturmuşduq evdə, gəldi tüfəklə hücum çəkdi. Birinci anam Güləzada tüfəyi uzatdı, ondan sonra atama vurdu 2 dəfə. Qaçdı çölə, mən də qundağıyla düşdüm. Çölə çıxanda qundağını çördü, qundağı ilə mənə vurdu. 2 dəfə qundağı ilə vurdu, bir dəfə lüləsi ilə. Təzdən düşdüm bunun dalına, üşümü bitirmiş. Ayılıb özünə gələn İbrahim geznəsinin arxasınca çölə çıxır, lakin burada da Etibar tərəfindən daha bir zərbə ilə qarşılaşır.
Gördüm bir də tüfəy açıldı. Tüfəy açıldı, qaçdım çölə. Qaçdım çölə, gördüm təzən ikincində gəlib vurub. Təzən düşdüm dalına, mənə vurmaq istəyir. Tüfəy lüləsin qalxısın, pəncərədən evdən içəriyə sarı tüfəy düşdü. Ondan sonra qaçdı, qonşular zatlar gəldi, qoymadı. Yaralılar dərhal Masallı rayon xəstəxanasına çatdırılıb. Novruz Yusiflinin üzərində keçirilən cərrahi əməliyyatından sonra həkimlər onun həyatını xilas edə bilib. İbayev Novruz Rüstəmoğlu, demək, sağ budun yuxarı üçdə birinin güllə yaralanması, sol diz oynağının dağılmış yarası ilə daxil olmuşdur. Hal-hazırda vəziyyəti nisbətən qənaətbəxşdir. Qaynatasını güllələyən Etibar Rızayev daha sonra rayon polis şöbəsinə könüllü gələrək törətdiyi cinayəti tam etiraf edib və cinayətin aləti olan ov tüfəngini istintaqa təhvil verib. Masallı rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək iş üçün əhəmiyyət kəsb edən 5 ədəd giliz və digər əşyalar maddi sübut kimi götürülüb. Sərxoşluğu müəyyən olunub, spirtli içki qəbul etdikdən sonra həmin hadisəni törədi. Hadisəni törədəndən sonra evi tərk edərkən qayını Yusifli İbrahim tüfəngi onun əlinə almaq məqsədi ilə arxasından gələndə tüfəngin qundağı və lüləsi ilə İbrahim Yusiflinin başına vuraraq bir neçə dəfə xəsarət yetirib. Fakta görə rayon prokurorluğunda cinayət işi başlanılıb və müvafiq ekspertizalar təyin edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir. Binəqədi rayonunda baş verən mübahisə sonda 3 nəfərin bıçaqlaması ilə nəticələnib. Rayon sakini Vasif Həsanov, qardaşı və yaxın qohumu ilə birlikdə Binəqədi rayonunun Dərnəgül qəsəbəsi ərazisində yerləşən əyləncə mərkəzinə bowling oynamağa gəliblər. Əyləncə mərkəzində hesabı ödəyən zaman Vasif Həsanovla mərkəzin işçiləri arasında mübahisə yaranıb. Nəticədə Vasif Həsanov mərkəzin mühafizəçiləri Məftun Qasımov, Əli Mirzəyev və İlqar İbrahimova bıçaq xəsarətləri yetirib. Mən telefonu belə götürüb gedəndə bir arxadan gəldi, mən patişka verdi, belə yıxıldım yeri, bunlar da töküldü üstümə. Biraz da aralaşdım dala, bıçaq vardı üstümdə, çıxartdım, çəkildim dala ki, dedim gəlin də burada, qardaşımı buraxın, gəlin bura. Belə sağa sola belə elədim, onlar da qaşdılar dəmirlə şeylə zatdım üstümə. Belə sağa sola dedim, hansına dəqiq, neçəsinə dəqiq bildim. Mərkəzin əməkdaşları aldıqları xəsarətlərlə bağlı xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Binəqədi rayon polis idarəsində cinayət işi açılıb, araşdırmalar davam edir. Şəmkirdə 20 yaşlı qız 3 uşaq atası olan sevgilisini öldürüb. Hadisə Şəmkirin Mahmudlu kəndində baş verib. 20 yaşlı Sədaqət Qafarova həm kəndlisi, aralarında qeyri-rəsmi sevgi münasibətləri olan 29 yaşlı Elmar Xudiyevi qətlə yetirib. Sədaqət Qafarova öz sevgilisini ürək nahiyəsinə bir bıçaq zərbəsi endirməklə öldürüb. Aparılmış istintaq əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Xudiyev Elmar Əli oğlunu Mahmudlu kəndinin ərazisində özünə məxsus Qazel markalı avtomaşında Şəmkir rayonunun Yenabad kəndində yaşayan 1993-cü il təvəllüdlü Qafarova Sədaqət Məhəmməd qızı döş qəfəsinin ön nahiyəsindən bir dəfə bıçaqla vuraraq qətlə yetirilmişdir. Elmar Xudiyev dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş verməsinə səbəb kimi sevgililər arasında münasibətlərin pozulması göstərilir. Faktla bağlı Şəmkir prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq davam etdirilir.